Bakıda əqli mülkiyyət və süni intellekt mövzusunda beynəlxalq konfrans baş tutub. Tədbirdə süni intellektin hüquqi tənzimlənməsi və innovasiyaların qorunması ilə bağlı beynəlxalq mütəxəssislərin çıxışları dinlənilib. Bugün paytaxt Bakıda Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə əqli mülkiyyət və süni intellekt mövzusunda beynəlxalq tədbir keçirilir. Konferansda süni intellektin müəllif hüquqları, brendlərin qorunması və innovasiyaların qanuni tənzimlənməsi kimi aktual məsələlər müzakirə olunur. Tədbir iştirakçıları arasında dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər və texnoloji şirkətlərin təmsilçiləri yer alıb. Konferansda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizdə süni intellekt sahəsində aparılan islahatlardan və qəbul edilən strateji sənədlərdən danışıb. Bildirib ki, süni intellekt artıq təkcə texnoloji vasitə deyil, eyni zamanda iqtisadiyyat, təhsil və idarə etməyə inteqrasiya olunan geniş bir infrastruktur kimi çıxış edir. Süni intellekt problemləri sırasında ən vacibi, ən mühümü ondan ibarətdir ki, süni intellekt bir tərəfdən onun yaradıcılığı, onun icad etdiyi, tutaq ki, ixtira olsun və yaxud da əsər olsun, bunlar süni intellektin adından qeydə alınabilirmi? Buna deyirlər prava obyektness, hüquq obyektivliyi. Amma digər tərəfdən isə ayrı məsələ hüquq subyektivliyi ilə bağlıdır. O, yaradılana görə müstəsna hüquqları əldə edə bilərmi, yoxsa yox? Nə birisi, nə o birisi işləmir. 2 gün davam edən konferansda müxtəlif ölkələrdən olan ekspertlər, dövlət qurumlarının nümayəndələri süni intellektin patentləşmə, müəlliflik və idarə etmə proseslərində tətbiqi ilə bağlı çıxışlar ediblər. Avrasiya Patent Təşkilatının prezidenti Qriqori İvliyev bildirib ki, süni intellektin sürətlə inkişafı, müəlliflik və patent sistemində yenilikləri zəruri edir. O, innovasiyaların qorunması üçün qanunların yenilənməsinin vacib olduğunu və beynəlxalq əməkdaşlığın hüquqi standartların uyğunlaşdırılmasına kömək etdiyini vurğulayıb. Искусственный интеллект – многогранное понятие. Süni intellektin intellektual mülkiyyət sahəsinə təsiri artıq dünya üzrə əsas müzakirə mövzularından birinə çevrilib. Süni intellektin yaratdığı məzmunun müəlliflik hüququ ilə necə qorunacağı hələ də tam müəyyənləşməyib və bu, yeni hüquqi mexanizmlərin hazırlanmasını zəruri edir. Patent sahəsində də süni intellektin ixtira prosesində iştirakı mövcud sistemlərin yenilənməsini tələb edir. Bu səbəbdən beynəlxalq əməkdaşlıq və vahid standartların formalaşdırılması innovasiyaların qorunmasında xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən nümunəvi model kimi qiymətləndirilib. Samir Abbasov, Sahib Səfərov, TV1.